Tərləməyə qarşı örtük ümumiyyətlə gidrofobluğa aid bir örtükdür, amma o sırf tərləməmək üçün onu aktivləşdirmək lazımdır. Yəni o daha çox isti və ya çox soyuq ölkələrdə lazım olur. Niyə görə? Misal üçün birdən-birə deyək ki, siz hansısa bir ekvatorial ölkələrin birindəsiz, orada çöldə 50-60 dərəcə isti var, amma olduğunuz deyək ki, olduğunuz məkanda isə dərəcə 20-25-dir və həmən o yüksək dərəcədən soyuğa keçəndə sözsüz ki, şüşələr tərləyəcək və onun qabağını almaq üçün müəyyən bir örtük vurulur və müəyyən bir silgi verilir. O silgi verilir nə üçün? Həmən örtüyün funksiyasını aktivləşdirmək üçündür. Onun tərkibində müəyyən maddə var. Səhər tezdən misal üçün o deyək ki, funksiya aktivləşdirilir və demək olar ki, günün sonuna kimi yetəri olur ki, həmən şüşələr bu böyük temperatur fərqində işləyə bilsinlər və tərləməsinlər.